Revmatoid artrit revmatizmal xəstəliklərin ən öndə gedən bir növüdür. Əsasən qadınlar kişilərə nisbətən daha çox bu xəstəliyə düçar olurlar. Xəstəliyin əsas klinik əlamətləri nədən ibarətdir? Oynaqlarda simmetrik xarakter daşıyan, yəni bir əl kiçik oynaqlarında varsa, digər əl kiçik oynaqlarına zamanla keçən, bir dizdə varsa, digər diz oynağına keçən, çiyinlərə, topuğa, boyuna, bədəndə olan bütün oynaqlarda təsadüf edən ciddi iltihaplı bir revmatizmal xəstəlikdir. Oynaqda ağrı, şişlik olur. Səhər yuxudan durduqda əlləri yumruq edib açmaqda, adi bir saçı toplamaqda, əşyanı götürməkdə belə xəstələr kəskin ağrıdan, belə deyək də, əzab çəkirlər. Xəstəliyi diaqnozunu qoymaq üçün əgər bu ağrılar ən azı 6 həftədən artıq davam edirsə və bununla yanaşı olaraq bu səhər əllərdə olan buxovlanma yarım saatdan artıq davam edirsə, simmetrik xarakter daşıyırsa, bu zaman revmatoid artritdən şübhələnib mütəxəssisə müraciət etməlidirlər. Çünki bu xəstəlik vaxtında düzgün diaqnoz qoyulub, müalicə olunmadıqda əlilliyə, şikəstliyə qədər gətirib çıxara bilir. Eyni zamanda iç orqanları da zədələyir. Ona görə xəstələr özlərindən revmaproba dediyimiz analizləri verməkləri məsləhət görülmür və öz başlarına ağrı kəsici və yaxud da kortizon xarakterli dərmanları uzun müddət yetər ki, ağrım kəsilsin deyə qəbul etmələri heç məsləhət deyil.